Bu gün sinemada K-dramaya baxmağa bir yerdə gedirik. Saçımı düzləşdirdim, makyajımı elədim və düşdük yola. Bu sinema Landmarkda yerləşirdi və Nəzrin xanım təşkil eləmişdi. İçəriyə girən kimi çox bəyəndim. Kreslolar, işıqlar falan hər şey çox qəşəng idi. Həm də izləyicilərə Koreya qəlyanaltılarından kimchi, onigiri və ballı toyuq da təqdim etdilər. Kimchi dəhşət acı idi, onigiri pis değildi, ballı toyuq isə mənim ən sevimlim oldu. Kino isə çox təsirli idi. Ağlamamaq üçün özümü zor tutdum yəni. Sonda isə Nəzrin xanım bizə bambudan hazırlanmış chopstick və şirniyyat hədiyyə elədi. Kinodan çıxandan sonra isə Koreya mətbəxindən Yaponiya mətbəxinə sürətli bir keçid elədik və gəldik sushi yeməyə. Targoviya yaxın ərazidə yerləşən Tokyo barı seçdik. Bu artıq buraya ikinci gəlişim oldu. Buranın həm sushiləri dadlıdır, həm fotosessiya etmək üçün belə bir fotozonaları var və qiymətləri də digərlərinə nisbətən daha uyğundur. Sushilərimizi bitirdik, daha sonra da biraz fırlandıq və gəldik Araz marketə. Fikir verirəm ki, bütün videolarımda bu sroku alıram. Mən də bunu sevirəm, neyniyim? Daha sonra mən özümə mikrofon və tripod almaq istəyirdim. Rəfiqəm bu mağazanı məsləhət gördü. Aldım, evə gəldim, qutu açılımını elədim. Bu o deməkdir ki, daha keyfiyyətli videolar gəlir. Ona görə də məni izləməyi unutmayın.